Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu az öncə məlumat yayıb. Doğru Xəbər Azərbaycan bildirir ki, məlumatda deyilir. İyunun 12-sində Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. Məlumatda bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik olan şəxslərin pensiyaları da bu ay qrafik üzrə ödəniləcək. Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev ev dustaqlığında qalmağa davam edəcək. Məlumata görə Dövlət Təhlükəsizlik Xidməti Mehdiyevlə bağlı yenidən məhkəməyə müraciət edib. Müstəntiq iri həcmli cinayət işi üzrə ibtidai istintaqın başa çatdığını, əlavə sübutların toplanması üçün təqsirləndirilən şəxs barəsində eyni növ qəti imkan tədbirinin uzadılmasını istəyib. Səbail rayon məhkəməsi vəsatət təmin edib. Ramiz Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qəti imkan tədbiri daha 5 ay uzadılıb. Qeyd edək ki, özünü boz kardinal kimi tanınan Ramiz Mehdiyev 8 ay əvvəl cinayət məsuliyyətinə cəlb edilib. O, dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və cinayət yolu ilə qazanılmış əmlakı leqallaşdırmaqda ittiham olunur. Bakı Mənzil Kanun Layihə İnstitutu ləğv ediləcək. Bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Mənzil Kanun Layihə İnstitutunun ləğv edilməsi ilə bağlı zəruri tədbirlər görülsün deyə fərmanda qeyd olunur. Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyi bildirir ki, Nərimanov rayonunda yerləşən evlərin birindən ümumi dəyəri 70 min manat olan qızıl zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Nərimanov rayon polis idarəsinin 16-cı polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməl törətməkdə şübhəli bilinən 35 yaşlı Elgüz Məmmədov saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, o zərər çəkənlərin evdə olmadığını öyrəndikdən sonra mənzilə daxil olub. Elgüz Məmmədov oğurluq edəndən sonra isə diqqət çəkməmək üçün ev sahibinə məxsus gödəkçəni geyinərək hadisə yerindən qaçıb. Faktla bağlı araşdırma tədbirləri davam etdirilir. Bakı şəhəri Nərimanov rayonu Elşad Quliyev küçəsində yerləşən obyektdə restoranda yanğın baş verib. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Əraziyə Nazirliyin qüvvələri cəlb olunub. Görülmüş zəruri və təxirə salınmaz tədbirlər sayəsində Bakı şəhəri Nərimanov rayonu Elşad Quliyev küçəsində yerləşən restoranda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətə söndürülüb. Yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir. Nazirliyin qüvvələri tərəfindən Bakı şəhəri Nərimanov rayonunda baş vermiş yanğınla bağlı daha bir məlumat yayılıb. Bildirilib ki, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Hazırda Nazirliyin əməkdaşları və işçiləri hadisə yerindədirlər. Hadisə zamanı xəsarət alan olmayıb. Dəfələrlə efirdən də qurumlara müraciət etmişəm. İşləmək istəyirəm. Evdə oturmaqla, konsert verməklə, toya getməklə keçmir belə şeylər. Bu barədə müğənni Eldəniz Məmmədov Xəzər axşam verilişində danışıb. Onun sözlərinə görə insan hansı zirvəyə qalxırsa daha da yüksəyini istəyir. Mən sənətdə bir çox işlər görmüşəm. Fəxr edirəm ki, əsl Azərbaycan musiqisini qoruyub saxlamışam. Əsl Azərbaycan musiqisini ifa edirəm. Ali təhsilim var. Konservatoriya bitirmişəm. Müxtəlif yerlər var ki, orada çalışa bilərəm. Dəfələrlə müraciət etmişəm. 15 ildir səslənirəm, amma xeyri yoxdur. Pedaqoq kimi də çalışa bilərəm, amma magistr diplomum yoxdur. Dəfələrlə imtahan vermişəm, qəbul ola bilməmişəm, amma digər universitetlər, kolleclər də var ki, orada çalışa bilərəm. Böyük konsert salonlarının ansamblları var, orada da işləyə bilərəm. Həmin müəssisələrin konsertlərində 15-20 ildir ki, ifa edirəm, özüm orada çalışmıram. Həm də ən çətin bəstəkar əsərlərini ifa etmək lazım olanda mənə deyirlər, amma işə götürmək lazım olanda ortada heç nə olmur deyə sənətçi qeyd edib. Xatırladaq ki, 50 yaşlı Eldəniz Məmmədov Xalq Ulduzu 1 tele müsabiqəsinin qalibidir. Bakıda motosikletçinin ölümü ilə nəticələnən dəhşətli qəza olub. Hadisə Xəzər rayonu ərazisində qeyd alınıb. Belə ki, 41 yaşlı Rafiz Qurbanov idarə etdiyi Qazel markalı avtomobil hərəkətdə olarkən 18 yaşlı Mirzə Məhəmmədin idarə etdiyi motosikletdə toqquşub. Nəticədə motosikletin sürücüsü Mirzə Məhəmməd hadisə yerində ölüb, sərnişini Nihat Məmmədov isə xəsarətlər alıb.